Hər vaxtınız xeyir olsun, hörmətli soydaşlarımız. Sizi mən səfirliyin yanından bir kafe var orada salamlayıram. İndi hal-hazırda səfirliyin ətrafında çəkdiyim videoları siz görəcəksiniz. Bir həftədir ki, burada bu dəllallarla mübarizə aparırıq. Səfirliyin qarşısında olan bu rüsvayçılıq, biabırçılıq, korrupsiya öz əksini tapdı. Yoldaşlar, bugünkü mənim çəkilişimdə necə oldu? Deməli, bir soydaşımız gəlir ora. Bundan 3 gün bundan qabaq bir spravka tələb edirlər ki, sən gətir ki, bu uşaq burada vətəndaşlıq almır. Vətənə qayıdış kağızı vermək üçün. Bu bunu gətirir. Burada Elmira xanım deyiləm orada sənədləri qəbul edən insan deyir ki, onu gətirsin, sizə bu kağızı verəcək. İndi də körpə uşağa deyir, biz zapros verməliyik Azərbaycana. Ha, qardaş, bunun əgər valideyni özü Azərbaycan vətəndaşısa buna nə zaprosu? Elə bu anda dəllal peyda olur bizim yanımızda. Deyir ki, qardaş, nə problem deyir, mən sizə kömək eləyim mən burada. Görür ki, bizim həmin kağız bunda. Bunu kim göndərir? Elmira xanım. Deməli, səfirin əməkdaşları öldü. Bu Elmira xanım burada 17 ildir işləyir, 18 il daha doğrusu. Bu faktdır. Heç kimi günahlandırmır bundan, qara yaxmır. Bu faktlarla biz sizin qarşınıza çıxmışıq. Yoldaşlar, bizim bu səfirin bundan qabaq da orada olan maşınların, ondan şeylərini çəkmişik. Burada 6 ay işləyən adam bir dənə maşın alır. Fikir var. Ev alır. Nə ilə alır? Burada. Burada spravkaları satırlar. Günlük bunların 300-400 min rublə, yəni sizin pulundan haradasa 7-8 min manat. İndi yoldaşlar, bu videonu mən qısa olaraq sizin nəzərinizə çatdırdım. Arxada da o çəkdiyimiz dünənki, ondan qabaqki videoları görəcəksiniz. Budur, xalqımıza verilən dəyər. Sərhədlər bağlıdır, yaxşı bilsin. Adam gəlir başqa şəhərdən bura, sənəd ala bilmir. Problem yaradırlar. Bunu da kim yaradır? Səfirin əməkdaşları bunlarla eyni, bilirsiniz ki, əlaqədədirlər. İndi yoldaşlar, mən elə bunu sizin nəzərinizə çatdırdım. İndi videolarda görəcəksiniz hamısını. Sağ olun, sağlana qalın, bu videolar yenə də davam eləyəcək. Çünki səfirlikdə belə bir şeylər var. Verilişə də baxıb xahiş edirəm, abunə olun, paylaşın. Salam, hörmətli soydaşlarımız. Bildiyiniz kimi, mənim bu reportajım Azərbaycan səfirinin qarşısından davam eləyir. Bax, yoldaşlar, bax, bu da BMW 752. Deməli, bir səfirin, bir 752, 2 Maybach, 2 Land Cruiser. Nə lazımdır bu qədər maşın? Mən hələ başa düşə bilmirəm. Bu Land Cruiser biri ilə balıq mı tutur, yoxsa ova mı gedir? Bu qədər maşın nə lazımdır? Bax, üzü aynə görürsünüz. Hamısı bahalı maşınlardır. Yaxşı, bu qədər maşın olur, bu qədər şeyler, amma canları çıxır, gedələr Rostova, o biri şəhərlərə, səyyar, necə ki, Yekaterinburg eləyir. Oradakı milləti ilə maraqlansınlar, görsünlər ki, onların vəziyyətləri nətərdir. Orada bir sənəd qəbul eləsinlər. Spespriyomniklə geçsinlər, milləti ilə maraqlansınlar. Bunlar bundan məşğul deyil. Burada bir maşının qiymətinə, burada elə əlavə bir konsulski addel, yəni ayrı bir bina da almaq olar. Bunlar bu işlə məşğul deyil. Bunları bu sərf eləmir. Sərf elədiyi nədir? Ancaq yeyinti. Mən buradan cənab prezidentə müraciət eləyirəm. Bir hesablama palatasını göndərsinlər bura. Gəlsin bir yoxlasınlar. Nə qədər yeyinti var burada. Korrupsiya. Düz 30 ildir burada. Ay cəmaat. İnstitutlara kvota verirdilər Rusiya hökumət tərəfindən. Onu satıblar. Birin 50 min dollardan. Migamodan tutmuş MQ'ya qədər. Bunlar hamısı faktdır. Mən boşu-boşuna danışmıram. Nə qədər də mənə hədə qorxu da olsa xeyri yoxdur. Mən haqqın, ədalətin tərəfindəyəm. Bu millət üzrə sahib çıxın. Ay qardaş, ay vətəndaş. Sənin vətəndaşın deyə buradakılar. Bu niyə vətəndaş əzilməlidir? Haqqı talab olunmalıdır. Gəlin baxaq. Necə başqa səfirliklərdə belə bir özbaşınalıq yoxdur. Ancaq özümüzünkündə. Maşallah olsun, dövlətimiz bu qədər bura pul ödəyir. Amma
Heç bir xalqa xidmət yoxdur burada. 30 il bax bu səfirliyin qabarında adam da ölüb, bıçaqlaşma da olub. Hər cür. Ya burada o dəllalın yuxarıda tanıdığı olmasa onlar bu işi görə bilməz. Bağışdan biraz artıq hava soğukdur, amma verilişlərim davam edəcək. Vallahi bizim bu səfirlik bazar olub 30 ildir. Dövlətin xəbəri olmab. Necə ki sonra xəbər tutdular ki, Elmar Məmmədiyarov 3 gün ditib tapırlar. Burada da elə. Bax bu səfirlik hara gedir ki, 3 dənə, 4 dənə maşındır. Hara gedirlər bunlar? Biri çıxıb bari heç baxmır millətə. Hələlik bu qədər. Reportajım davam edəcək. Sabahınız xeyir olsun, hörmətli soydaşlarımız. Hal-hazırda mən həmişəki kimi Azərbaycan səfirinin qarşısındayım. Deməli, burada belə bir hadisə olur. Necə? Adamı içəri buraxmırlar. İçəri keçir, deyirlər ki, sən filan spravkanı gətir, yəni ki, sənin Rusiya vətəndaşlığın olmur. Adam bunu gətirir, təzədən deyir, yox. Azərbaycana zapros verəcək. Niyə verirsən zaprosu, hələ bilinmir. Bu momentdə içəridə Elmirə xanım, yəni bu dokumentləri qəbul edir, göndərir bunu dəllala. Dəllal tək gəldi, qaçdı bir dəqiqə bura. Deyir ki, dəllal. Qardaş, nə lazımdır? Yaxşı, bu dəllal hardan bildi ki, bu adamın bu problemi var? Yoldaşlar, bu Elmirə xanım burada 18 ildir işləyir. Bütün burada şeyləri görür. Hər şey məlum məsələdir. Burada səfirlikdə olan korrupsiya heç bir ölkədə yoxdur. Açığın sizə deyim ki, o dəllalın yuxarıda adamı olması bu heç vaxtı bunu eləməz. Həmin dəllal da gəlir, sol tərəfdə qapıdan içəri girir. Bu nə deməkdir? Deməli, Axrana da buna şərait yaradır. Burada korrupsiya elə bir şey yaranıb ki, Axrana da bura öz dolyasını alır. Sol tərəfdən girir içəri. Ona görə də bunu mən axıra qədər deyir, qolayacağım, görəcəm. Qardaş, təmiz adamlar sizə gəlin çıxın bura. Göstərim kimdir dəllal, kimdir şey. Arxa tərəfdə bilirsiniz ki, bizim mehmanxanadır, qasinsadır. Orada dayanan burada, əlində körpə heç vaxtı dayana bilmir. Bu nə ilə əlaqələnir? Çünki pulu yoxdur. Amma oliqarxın birini gətirdilər içəri, saldılar. Polnosdu, ceylədilər. İndi bir dənə də sizin nəzərinizə çatdırayım. O başda meriyanın yanında bunların Land Cruiser'ı dayanmışdı. Tez yığışdırdılar. Bahalı maşınları yığışdırıblar. Çünki istəmirlər bunlar. Burada çox korrupsiya var. Mən buradan cənab prezidentə bir daha müraciət edirəm. Burada təcili bir qayda qanun yaransın. Hələlik bu qədər. Sağ olun, sağ olun. Vaxtınız xeyir olsun, hörmətli Azərbaycan xalqı. Mən hal-hazırda bu Moskvada Azərbaycan səfirinin yanından bir məktub verməli olacağım. Qlavnıqda, yəni baş girişə yaxınlaşıram. Damafonu basıram, içərdən Axrana deyir ki, mən Azərbaycan dilini bilmirəm bu adam. Sən bunu konsulluğa ver, məktubu. Deyirəm, qardaş, məktub burada verilir da. Yox, sən konsulluğa ver, konsulluğa da bağlıdır. Burada da bəzi yoldaşlar var, Stavropoldan gəlib, nə bilim, Rostovdan gəlib. Bunlarda da eyni problemdir. Yoldaşlar, mən 2 gün bundan qabaq bir məktub oxudum. Deməli, Yekaterinburgda olan konsulumuz gedir Xabarovsk'a səyyar. Orada sənədləri qəbul eləyir. Vladivostoka gedir, sənədləri qəbul eləyir. Yaxşı, bizim səfirlik buradan gedib. Olmaz ki, Stavropola, Rostova, Dağıstana, orada da belə bir sənədlər qəbul eləsin, cəmaatda biraz problem yaranmasın. Çünki sənədə ola bilməyən adamlar bura gəlmirlər. Gələ bilmirlər daha doğrusu. Yolda problemlər olur. Spetspriyomnika düşür. Nə olar? Bunlar da bunu eləsin də. Bu, bunların işidir. Qardaşım, o cənab prezidentin bir sözü var, deyir, mən də dövlət xidmətçisiyəm. Yəni, bunlar da dövlətə xidmət eləməlidirlər. Cəmaatı incitməməlidirlər. Mən gəlmişəm, mənə belə cavab verir. Mən də bunu elə belə boş qoymayacağım. Ona görə də mən bunu sizə dedim. Bunlar burada oyun oynayırlar.